Hədis alimi İbn Həcər Əl-Əsqalani, demək, İbn Həcərin Fəthül Barisində səhifə, cild demək 13, səhifə 62. Referans da nədir, yəni hara istinad edir? Təbərinin tarixinə, cild 4, demək, cild 4-dür, səhifə 520. Kiçik dəyişikliklərlə rəvayət olunub. Orada demək, keçən mətn nədir? Bax, diqqət elə. Əlqəmənin rəvayətinə görə belə dedi. Nəql səhih da. Kimsəsə ricanı da ata bilərəm, problem yoxdur, Fəthül Bariyə girib. Əlqəmə deyir ki, Əşdərə dedim, Malik Əşdərə. Osmanı öldürməkdə tərəddüd etdin. Yəni ki, öldürmək istəmədin. Bəs dəvə savaşında, yəni Cəməlidə niyə savaşdın? O da dedi ki, bu insanlar Əliyə beyət etdilər. Sonra da onunla olan anlaşmalarını bozdular. Ayşəni dışarı çıxmaya qışqırtan da Zübeyir idi. Mən də Allahdan ona qarşı mənə güc verməsini dilədim. Əli, yəni Zübeyrin əli mənimkinə denk gəldi, amma qolumun gücü yetmədi. Bu üzdən üzəngiyə çıxdım və başına bir dərbə indirdim. Beləcə onu yerə sərdim. Sonra da ikisinin qurtulduğunu anlattı. Məsələ budur ki, bunu gətirirlər ki, yəni Malik Əşdərin Osman ibn Əffanın qətlində heç bir əli yoxdur. Özə səhih nəqildir, Təbəri də gəlir. İbn Həcər Əl-Əsqalani də Fəthül Baridə buna şərh verib. İndi problem buradadır ki, qardaş, o nəqllə uyğunsuzluq gəlir burada. Salam aleyküm qardaşlar. Aleyküm selam. Ay İstiqlal, yarın bu eşeğin başını bırakın, o Türk'e mən bir de eşeği alıp verim. Bir fark o zaraf şey yok ya. Ya bu eşeğden olmayacak. Şimdi müasir eşeğlerden olacak sanki. Ya. Ya bunun başka yolu yoktu kardeş. 20 tane kişini salıp bir eşeğe dalıysan, tapılmır ki tasılmır. Yo, axı, söhbət eşeğ söhbəti deyil. Burada Allah Rəsulü sallallahu aleyhi ve aleyhin zövcəsi məsələsidir. Güya ki, Malik ona zövcəsinə... Tura, bayaq oxuyur. Nəqildə... Dağışdayı bayaq hədisi oxuyur. Sonra da deyir ki, xanım Sofiya ilə Osman evin arasında taxtadan körpü var idi, qonşuydular. O nəqildə var. Biraz paradoksal deyirlər, taxtadan körpünün Söhbət haqqında deyir ki, bu qonşuydu, eşeğinə necə dedi onlara? İndi bax... Bunlar var axı. Deyirlər yaşlıydı, bir dənə şey Tural üzr istəyirəm. Mən girdim çıqqan araşdırdım, qardaş. 46 yaşlıdır. Yo, ora girmə. Problem bir sənada çıxır. Bax, o körpü məsələsi var, ha. Güya ki, körpüdən şey daşıyıb. Eşidirsən? Hə. O ikinci rəvayətlə Əşdərin qatırın özünə vurulması və Həzrət Səfiyyənin icabının güya açılmaması üçün geri birinci zəif rəvayətdə qırbasla vurmaq, gör ardından nə gəlir. Diqqət elə, birincidə. İndi onu nizamlı alimin deyəcəm. Diqqət elə. Bax, nəqildə gəlir ki, axırındakı sözə bax. O dedi ki, Safiyə bunun üzərinə Əl-Əşdər qatırının üzünə qırbasla vurmağa başladı, qatır geri döndü. Əbu Asim bu hədisi bizə anlatırkən belə dedi. Bu nə səsdir ki, səsi bağlayın. Kəşkə ona qarşı dua etsəydi. Çünki Allaha yemin edərim ki, Allah Rəsulunun kutsallığına sayğısızlıq göstərdiyində onu öldürürdü. Bunu yadınızda saxlayın. İndi baxın, şərhinə baxın. İbn Həcər verir. Deyir ki, Əbu Haşimin bəddua haqqındakı əlavə şərh cümləsi isə zəif sənədlə gəldiyi üçün hədis dərəcəsində qəbul edilmir. Götürüblər. Ravinin sözünü də hədis kimi soxuşdurublar. İkincidə də qoy bir dənə ravilərini də oxuyum, bir dənə səbirli ol. Bax, qardaş, Sədan ibn Bəşirdə zəifdir. Rical qiymətləndirməsi məsələn üçün, Yəhyə ibn Mayin onun haqqında deyir ki, ləysə bir şey. Heç bir şey deyil, zəifdir. İbn Həcər Əl-Əsqalani də Zəhəbidir, onu zəif ravilər siyasına qeyd edir. Əbu Əhməd Əl-Ənsari məchuldur, şəxsiyyəti məlum deyil ümumiyyətlə. Və mübhəm və məhcul qalan ravilər hədisin səhihlik dərəcəsinə xələl gətirir. Yəni ki, bu problemli məsələdir. Burada da iki dənə də şeyi birləşdirəndə körpünün arasında su keçir, su daşıyırdı, nə bilim nə. Problem çıxır. Nəqillərdə uyğunsuzluq çıxır bir-birinə. Problem paradoksal bir şeydir. Həsənov, mən indi nə qədər sizdən az oxusam da, nəinki mən, heç oxumayan adam da başa düşər ki, evlərin arasında körpü varsa,
Və qatır, yaxşı, eşşək deməyə, qatır burada nəyə lazımdır? Yəni gəldiklər yaşlıdır, yaşa baxıram 46 yaş gəlir çıxır. Xanım Sofiyanın doğum tarixi 609-610 göstərir. İndi rəvayətdə qatır keçir də. Əli. Biz rəvayətə görə deyirik. Nə var axı? Nətər? Bildimi? Ay Seymur. Başa Seymur. düşürəm, mən Əli, prosta sənin o- ora gedirəm ki, Əli, bax əxi, sənə də sual verirəm Seymura da. Əli, bax sənə diqqətlə sualıma bax. İkimizə verirəm. Əli, sənə deyirəm ki, Seymur sənə də Adili öldürməkdə niyə tərəddüd elədin? Nə deməkdir? Niyə tərəddüd Sənin edir? nəqlə gələn budur. burada iki ehtimal çıxır da. Ya mən Adili öldürmək istəməmişəm, amma nəyəsə əsasən öldürmüşəm, ya da öldürməkdən tərəddüd edib geri çəkilmişəm. Ay sağ ol. Deyir ki, niyə tərəddüd elədin amma cəməldə iştirak elədin? Malik Əştərə verilən sualdır Əlqəmədən gələn səhi nəqildə. Hansı ki Fəthül Baridən İbn Həcər Əl-Əsqalani isnad edib Təbəridən bunu gətirib. Cild 4 səhifə 250-də. Deyir səhihdir. Belə çıxır ki, Malik orada öldürülmədə işi yoxdur. Amma burada belə gəlir ki, Maliki soxublar ora. Qardaş, bu neçə ildir bu Malikin elə nə olmuş? Yo, nəqil Rizalsa gəl axıra kim gedək görək. Fakt Rizalla bu kişi yəni İndi əl bir dənə olmur. sual verim də. İndi mən bu şeylərdə çox iştirak eləmirəm Həsənov. Ümumiyyətlə də çalışıram ki, biraz öz psixoloji durumuma Hadi, görə böyük bu ekran şeylərdən var. uzaq olum. Hə. Bu deyən Seymuru böyüdüm mən. Bunu mənbə kimdən çıxıb? Bildim bu şeydə birinci dəfə kimdən çıxıb? Ki bu eşşəyə, qatıra şillə vurma məsələsi. Bu rəvayəti Türk dedi ki, kitablarda belə bir rəvayət keçir ki, tarix kitablarında. Malik Ələşdər Osmanlı mühasirəsi zamanı Safiyə anamız Osman su gətirir. Malik Ələşdər onda onun qatırın önünü kəsir. Ona mane olur su Osmanı aparmağa. Mübahisə edirlər. O da eşeği deyir şallaqla vurdu, əli ilə vurdu deyir, geri qaytardı. Bu məsələ oradan başladı. Sonra Hə, bir indi Seymur, ay Seymur, Evet. sən qadualım. Bir dənə sual verim. Bu sən baxıram mən tarix oxuyan adamsan da, bu hədisdən çox tarixə yönəlmiş birisən. Yəni bu tarix kitablarında sən oxumusan da Əhlüsünnənin 4 tarix kitabında, bunlarda rast gəlmisən? mən yox, qulaqdan qulağa eşitmişdim, ağızdan ağza. Yəni fərzi olaraq irəli sürülür, ya və yaxud da kimsə bildin necə nətər deyim, o bayaq adını çəkdiysə Elnur Usta. O adam bu kitabda Türk qəti olaraq deyir ki, bu oxumuşam deyir, tarix kitablarında bu sabit. olar də tarix kitablarında çox şey var. Prosta kitablarında ücə külliyyatı salır da ora bildin və sən deyirsən ki 4 əsas kitabda yoxdur. Bildin mən də bir tarix oxuya bilərəm ki, məsəl üçün mən düzü bax kitabın adı yadımdan çıxıb, mən tarixdə oxumuşam ki, İslam dini bizim ərazidə Azərbaycana peyğəmbərin dövründə belə gəlib çatmışdı. Yəni İslam dinini qəbul edən insanlar var idi. Bilirsən, bu da var. Bildin nətər? Yəni ki, bu mən dedim, getdi. Mən bunu tapıb dəlilini sizə göstərə bilməyəndən sonra ki, bu əsas tarix kitablarında. Bu boşuna bir sözdür. Düz deyirəm yoxsa yox, mənim əzizim? Bəli. Yəni, sağ ol. Yəni ki, bu bizə bir nəfər götürüb nəsə yaza bilər. Amma Əli. əsas 4 kitabda yoxdursa, Can Əli. Ay Əli. Bir dənə qulaq. Can Əli. Mənim həmin tarix kitablarında oxumuşuq, 4-ünü, 5-ini oxuduq. Orada bu qatır eşeği məsələsi keçməyib. Mən söhbətim də onunla deyil. Mənim dərdim bilsən nədir? Sən Əli gəlib deyirsən ki, filan tarix kitabında filan söz var. Mən də deyirəm düz deyirsən. Hanı? Açıb göstərə bilmirsən. Şödə, hanı. Qoy ortaya, hanı. Qoy ortaya da mənə o link, nə bilim filan beşmişən girmir də, ekrandan O skrin link var ha, adi. Bir dənə bağışda, bax Seymur, oxuduğun kitab var ha. Ay Seymur. O oxuduğun kitabı at mənə. Bir 2-3 gün vaxt ver, bizim bir yaxşı proqramist qardaş var. O kitabda o Talha sözünü dəyişib ora misal üçün yazsınlar ki, adil. Mən bir şey deyim də sizə. Bu əgər əsas tarixi mənbələrdə gəlmir. O sən deyən o elənçinə deyil, o PDF-də nəyisə dəyişdirməklə deyirsən. Mən sənə bir şey deyim də sual verim. O kitab nəşr olunur, kitab əlimizdə var. Sən bunu dəyişdir.
Bu dəyişdim, bu mənim əlimdə var axı. Gəlib bu Ay, evdə sağ ol. yığıb aparıb dəyişmirsiniz ki, bu məndə Yəni var, mən burada sənə yox. sıxrın atıramsa da mənim dediyim Ha, düzgün sıxını deyil. elədim, Sıxrınla doğrudur. Ona qarışmıram, ona etiraz eləmirəm. hə. Ay qardaş, mənim sual budur ki, bax, əsas tarixi qaynaqlarda sonrakı Təbəridən başla İbn Əsir, nə bilim, Bəlazuri, o birisi, bu birisi, bu məsələ yoxdursa, yazılmayıbsa, ki bu tarixdə qədim şeylər, Təbəri özü qədimlərdən götürür də, düzdürmü? Heç biri bunu yad etməyibsə, indi bir Ay Məmməd, yoxsa deyəndə bunu bu deyəndən sonra biz başladıq da axtarmağa. Bilmirik, hamısı bir baxırıq. İbn-i onu zaten mürşid də gətirəndə bir dənə qaynaq verir, başqa qaynaqlarda yoxdur deyir. Bilmirəm, mən mürşiddə rast gəlməmişəm bir şeyə. Bu mən istiqlal deyəndən sonra bilmişəm. Ay qardaş, bunu heç mürşid açıb da bu temanı. O açıb, hə, bilmirəm. Mürşid açıb mən düşmüşəm üstünə. Ay Məmməd xan ki, ala nə oldu? Birində olmadı, ikində olmadı, üçdə olmadı, dörddə olmadı. Qardaş, o vaxtı söhbət olan, onun gətirdiyi qaynaqların əksəriyyəti belədir. Bilgeli tapır birindən köhnədən nəsə fraza. Ya o nasibi kanalları var, oradan götürür hamısını copy-paste edir. Bəs mən də onu deyirəm də, həmin bayaqlarda mən dedim də, əvvəl bir dənə kanal var idi, Şiə Orq nə bilimdən. Orada böhtanlar atırdılar. Onu demirəm, onu Belə bir demirəm. şey- o ayrı. Belə bir şeylər var idi də qardaş. Mən də deyirəm ki, oxumusunuz, biz də oxuyaq da. Bir Ay dənə qardaş. deyin, mən girim PDF-i yüklüyüm. Qoyun mən də oxuyum. Burada dərd nədir ki? Halbuki Söhbət hamısı budur ki, var məndə. O kanaldan getmir, ərəb saytları var. Özdə indi bir hardasa 5 ildir. Bu nasibiliyi gecə gündüz təbliğ edir, həmin o ərəb kanalları, saytları. Onlar da belə şey başından papış tikan adamlardır. Götürüb ilmə oradan buradan toxuyub yazırlar. Onun da mən türkləri baxıram burada. Türklər onları da nə günə qoyur. Hamısı yalan, böhtan, şeydən də geydirmə şeylərdir. Əhl-i adından da yalan şeylər yazırlar, çox əksəriyyət. Qəbul olunmayan şeyləri. İndi bu adam gətirib bunu. Bir də deyir qardaş, ortaq tarixdə yoxdur bu. Qədimdən çıxartmısan hardasa, onu gətir də. Özdə niyə ortaq tarix bunu yad eləməyib? Hər şeyi yazan adamlar niyə bunu yad eləməyib? Yəni siz bunu məncə şit, nəyə ehtiyac yoxdur, istiqlal, bununla nəsə həll edilmir. Lap vurubsa da nəsə həll olunmur, mənə elə gəlir. Bu yəni burada bir şey yox. Məmməd xan. Lap vurubsa da Məmməd xan, bu adam Osmanı sevmirdi. Qatırı döndərib qatıra vurub ki, qatır qayıtsın evinə. Ay, sağ Bu ol, qədər sağ ol. sadə. Aşım. Yox, bunu durub abur aparacaq, nə bilim. Bizən bunu durub abur aparacaq və yaxud da Peyğəmbər zövcəsinə bir hörmətsizlik olacaq hərəkət kimi qələmə vermək lazımdır. O bəlkə də saxlayıb, indi belə deyək də, xahiş edib ki, qayıtda vermə suyu, qatırı da çevirib qatır. Əli, gör nə deyirəm. Bax, burada ziddiyyətli məsələ nədir, o rivayətlə bağlı problem nədir? Mən bir şey deyim sənə. Ümumiyyətlə, Malik Əşdərin heç bir əhl-i sünnə qaynağında o evə girməyi, orada olmağı falan heç birində yoxdur. Bax, Muhammed Əbu Bəkir var. Diqqət elə. Amma Malik Əşdər haqqında yoxdur. Bir dənə də rəvayət yoxdur səhih. Və ümumiyyətlə yoxdur yəni. Bəli, yox, yox. O adam gəlir, o vaxt Həzrət Əli onu qaytarır şeyə. O vaxt Misrə deyəsən də şeylə. Geriyə Orada Yox, bitirir. Şamdan gəlir. Hə də hə. Misrədən. Küfədən gəlir. İndi bax burada bir dənə məsələ var. Birincisi Malik Əşdər Həzrət Əlinin şeyindən kənara çıxıb öz başına nəsə eləməz elə hərəkətlər. Ayşə xanım haqqında da onun haqqında geydirmə şeylər danışırlar da. Samir Redbiller qaynaqlar açdı qoydu ki, bir iki dənə rəvayət gəlib uydurmadır, kəzzab ravidən. Qalanların əsası yoxdur. Ayşə xanımı çox böyük hörmətlə yanaşır. Çox böyük hörmətlə yanaşır şeydə də. Abi bir dənə icazə ver mənə. Bir dənə adi bir dənə böyük bir dənə şey göstərəcəm. Qardaş, mən də Böyük. Bax abi, bax Osman, lap aşağını oxuyun. Bax Həzrət Osmanın öldürülməsi ilə ilgili haberlərdən bəhs edilir. Bax nəqilləri baxırsan, bütün Osmanın nə qədər ölüm xəbəri var məsələlər. Bax görürsüz, bax rəvayətin sənədinə kimi özləri qoydu müəllif. Hə. Yəni ki, Ravilərinə kimi. burada indi Gətirəm qardaş. ki, Məmməd xan, mürşidin gətirdikləri var ha. Bax bu raviləri oxumur, mürşid gətirdi ki, səhihdir. Mən deyirəm ki, qardaş, oxumursan, qoy ekrana, problem yoxdur, araşdıraq. Özdə bir dənə özü istəyirəm. Əhl-i Sünnənin tarix kitablarında zaten yəni ona su aparma Həzrətləri xahiş edir. Şeyin göndərir, ovladların göndərir ki, suyu içəri atsın da su göndərin yəni içəri. Bu olan yerdə Malik çıxıb su aparmayın deyə bu absurddur. Ona görə ortaq tarix yazmır bunu. Köhnədən gətiriblər. O rəvayətin özü problemlidir. Mən də mühasirəyə alınmasından başladım oxumağa. O sırlar Həzrət Osmanın mühasirəyə alınmasından. Hadi balacalaşdırma, daha dir başqa şey göstərirəm. Sadəcə balaca, qoy ekrana. Bax əsas da bax bunlardır, bax. Muhammed ibn Ömər Əl-Vaqidi.
Bax bu ikisindən gəlir. Kitabın başdan ayağa bütün şeyləri, raviləri bunlardır. Hansı kitab ne? Bu da Osman İbn Əffanın ölümünün araşdırılması barədə kitabdır. Şamila.ws-də Əhlüsünnə saytıdır. Təbəri, İbn Əsir, İbn Sədin bütün kitablarından hamısını yığıblar bir yerə. Bildimi? Evet, Ay haberim. bir dəqiqə gözlə. Burada Təbərisi olsun, İbn Əsir, bunun kitabın özünə oxuyuruq. Bu sayt götürüb bunu yazıb cəmləşdiribsə, biz də həmin kitabları bir-bir oxuyuruq da. O yoxdur axı o kitablarda. Qardaş, sən kitabın özündən oxuyursan, sən desən ki, mən PDF-dən dəlil gətirmə, mən kitabdan gətir. Ha, bildim də PDF də olsun da, PDF də kitabdır da, yaxşı PDF-ində də yoxdur da. Ərəbindən gir oxu da, qardaş, türkçədə ola bilər, əlavə eləməyiblər. Ay Allah. Ay Həsənov deyir ki, varsa gətirin də eşşə hansı kitabda gəlir? Həsənova tutarlı bir şey deyil, yəni bütün nəqli gətirsin, orada bir dənə eşeğin vurulması nəqlini çıxartsınlar. Bu təkrar deyil ki, deyə çıxartsınlar. Müxtəsər deyil ki, bu qəddimədə deyə çıxartsınlar. Yəni Başa bu boş bir düşməyək. şey olar, o iddia doğru bir iddia olmaz. Həsənov, sən bu tarixlərin içərisində eşşəyə vuran rəvayət görmüsən? Hələ 60 İbn Səddə var da, təbəqat Hanı İbn tutmasa Səd? gətirir. Vallahi İbn Sadıq da çıxdım da, Hamıda yoxmadan qardaş, yoruldu. harada İbn Sədin arasında da at səhifəsini baxsınlar da ərəbcəsi. Yaxşı, qoyuram ekrana, bax. Qoyun ekrana baxsın da cəmaat. Sənə türkçə, Burada tərcüməsini qoy. tərcümə sənə türkçədir, Seymur. Burada Bəli. saytını tərcümə edeyim. 8-ci cild çıxmayıb axı, bu 8-ci cilddə yoxdur. İbn Sadın tabaqatı Cəfərov 7 cilddir. Osmanın qəsli ilə bağlı Hicri 35-ci ilin hadisələrində 3-cü cilddədir. Bu 8-dən ötər getdi, çıxdı ora, başa düşə bilmirəm. Elə hamı onu deyirəm sizə. Bax, türkçə elədim, qoydum, bax. Bu hardadır, hansı kitabdadır? İbn Sədin təbəqatıdır. İndi İbn Sədin təbəqatını bir dənə yükləyib açıb baxa bilmirsiniz, orada var ya yoxdur. Ha, var da bayaqdan oxuduğum o da ölməli. Yoxdur Öyle sen. ekran. O PDF o Böyüdür, ekran böyük. İbn Sadın tabaqatı yayımlanıb da artıq satışa buraxdılar da buraxdılar. 7 cild olaraq buraxdılar. Bu 3-cü cildində. Bab başlığıdır. 3-cü cild Hansı Ali ibn Abi Talibdən sonra Osman gəlir. Ali ibn Abi Talib başı Hicri 36 hadisələri. Osman bin Affan. Osman bin Affanın müsəlman olması. Osmanın geyimi. Şura. Osman bin Affan Allah ona rəhmət etsin. Biət edilməsi. Bunun içində ola bilər də başqa aparıb 12-ci cildə sala bilməz. Bu Osmanla bağlı olan nəqdi bura salır da. Bu nətər deyir ora çıxır. Mısırlıların Həzrət Osmanı mühasirəyə alması. Xilafətdən endirilməsi Ay, Seymur. sözlər. Osman bin Affan Allah ona rəhmət etsin. Öldürülməsi. Hardan axtaraq bu? bax Seymur. Seymur qulaq as. İbn Sədin Ət-Təbəqatü Kübrası neçə cild ümumilikdə? 7 cild. 7 cild deyil axı. Bax, İlhan Abbas nəşri 9-dur. Doktor Əli Muhammed Ömər nəşri 11 cilddir. Klasik Beyrut nəşri 9 cilddir. İndi qardaş, səndə türk dilində 7-dirsə, deyirsən 8 buraxılmayıb, o demək deyil 8 yoxdur. Ərəb dilində var, sadəcə türk dilinə tərcümə Ha, olunur. mən razılaşıram, səninlə 8-dir. Deyirəm ki, 8-ə niyə gedib Hicri 36-cı ilin hadisələrini salsın? Onu izah eləməyə çalışıram. Onu bilmirəm, amma fakt pusat Lüboy onlayn mənbəyə girsən İbn Sədin təbəqatına. Bir Bax, dəqiqə. Şamilada ki, Bir dəqiqə, şey bir var dəqiqə. belə. Seymur, bir dəqiqə. Mən bu türklərin şeyini deyəcəm sənə, Seymur. Sən oxuduğun türkçə material təmiz tərcümə tamdır İbn Təbəqatı. Eliblər. Bəli, Eliblər. Bəli. Füsyo da qutalı Həsənov bu söhbət nədir? Sən 9 eləmisən, türklər ola bilsin 7-də çıxarıb, 6-da çıxarıb, amma yığıblar içinə. İndi babı söylə mənə Həsənov. Ora bax, bab hansı babdır? Ha, baba görə sala bilər. Başqa cür mümkün deyil o olsun. Bir də Həsənov babı öyrən oradan. Gözə deyim də, çətin şey deyil. İnansan Məmməd xan elə də eləmişik. O kuşatılma olacaq, Seymur. Kuşatılmaya bax, əhatə şey Ha, olmaz. baxdım da baba görə baxmışam da mən nə ayırım? Bir də kuşatılmaya bax. Demir, bir sən elə. Yo, yo, gözlə. Yo, eləmə. Bax, kompüterdasan, kontrol knopkasını tut. G hərfi var ha, onu bas. Orada yaz Safiyə. Kitabın içində nə qədər Safiyə sözü var çıxacaq, bir-bir elə araşdır. 3-cü cilddə? Yox. Ümumiyyətlə, səndə hamısı bir yerdə deyil. Yo, cildlər tək-tək çıxır.
Hə, yaxşı. Kontrol tut, knopkanı kompüterdəki hərfini bas. Məndə lap 7-yə qədər çıxıb da. Qalan tutaq ki, deyək, qalanı məndə yoxdur. İndi mən o şeylə kontrolla axtaraq. Görək bu. Abi olsun. Axtarış yerinə ver. Yuxarıda axtarış yeri var da Seymur. Yuxarıda Bir axtarış dəqiqə. Bu kitaba girim də bir dəqiqə. Hə. Hə, kitaba girdim. Axtarış yeri budur. Həri. Kameranı qabaq, kameranı sil. Sil kameranı dumanlı. Köynəyinə silir ona var. Ya nə var mı bu? Bu nədir ayet var? Yenə eyni şey yox. Ay qardaş. Yan bir dəqiqə. Həsən bir dənə baba öyrəndi, o da çətin deyil axı. Hə, de orada axtarış yeri var. Sağdan ikinci düymədə yuxarıda. Ona baxma. Mişkanı qaldır. O demirsən, buranı demirsən. Ay çox. Hə, indi ora vurur Səfiyə. Türkçə yazı yazsın. Qardaş. S-F-I Y-Y-E-dir. Belədir. Xanım Safiyənin adını yaz, Safiyə. 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 Deməli, burada 12 dənə şey çıxdı. Yəni bir vaxt Nə var. çıxdı? Birinci Uhud günündə Hamza ilə Safiyə bu getdi. Aha. Əlini göğsünün üzərinə qoyub dua etdi Safiyə. İnnə illəhi raciun. Bu da getdi. Uhud günü yenə Safiyə, bu da getdi. O birinci cilddir ona görə, orada olmayacaq. Birinci cilddə, üçüncü Ha, cilddə. Bir. üçdür, hə. Mən deyir, İbn Saddan deyir, ona dəlil verdim. Yalansa baş vadaş. İbn Saddan tapmaq olur, elə bilər asan. 4 gündür. Axtarış bölməsinin axtarış yerində bir dənə telefonu yüngül sağa sevir, sağa verir, sağa. Telefonu sev. Ay soğul, orada var ha. Bax de orada yuxarı aşağılar var, yuxarı aşağı olanlar. Səfiyə yazdığın. Yo. Ay soğul. İndi aşağı olanı vurginə çıxacaq hamısı bir-bir. Hə, Deməli, belənçini axtar. Səfiyə sözü ilə bağlı hamısı sözləri axtar, tapacaqsan. başdan gedirəm. Bax Ay abi. soğul. Bax bu 1-dir. Bu 1, 2. Hadi bir dəqiqə dayan da. İndi vur. Hadi bir dəqiqə Dayan da. Səfiyə. Ay soğul, vur. Safiyə. Ha, qardaş, nə qədər kimdən Dördüncü gəlir? Səfiyə sözü. Ubeyd bin Harisin Safiyəsi. Bu heç. Yo, sən bu saxla. Bir dəqiqə gözlə. Nə qədər kimdən gəlir? Kinanadan gəlir, düzdürmü? Hə. Hə, deyir, burada deyir ki, hə, Safiyədən rəvayət olunur. İbn Sad deyir ki, Əhməd Abdullah mənə rəvayət etdi. Safiyə deyir, Mevlası Kinanə mənə xəbər verdi. Evdə Osmanın qatilini gördüm. Misir xalqından kəndisinə deyir, Cəbələ deyirlər, siyah bir adam idi. İki əlini açmış və ya Kinanə iki əlini yuxarıya qaldırmış dedi. Mən sırtlanın və ya axmaqlıq ihtiyarı öldürən kişiyim dedi. Yəni mən o Osmanı deyir öldürən adamam dedi. Burada Safiyədən bir dənə rəvayət gəlir. Bir dənə saxla. Saxla abi, dala qayıt. Dala qayıt. Hə. Bax bu kinanə sözü var ha orada. Hə. Kinanə. Onu kopyala, axtarış yerinə onu vur. Çünki nəql kinanədən gəlir. Kinanədən gəlir. Hə. Hə, kopyalar. De yuxarıda kopya var. Hadi. Hə. Kontrol tutub. Hadi bilir ha, özü ay qardaş, bir 50 deyil şey axtarır, bilmir kopya nədir. Türk məni dəli elədi. Bu Türkün nə deyim mənə? Neçədən çıxdı? Axtarır hələ. 3-ü çıxdı, 4-ü çıxdı. 4 dənə rəvayət çıxdı. 6-sı çıxdı. Hələ axtarır. Hə, indi Kinanə ilə bağlı olan məsələləri axtar. Yaxşı. 7-si çıxdı, 12-si çıxdı. Hələ axtarır. O görə neçədən olacaq? Bu Kinanə özü səhiy adamdır. Kinanə özü yeznədir. Nə bilək ki, burada tapmışam o da. 14-ü Tapında bu Kinanə zəifdir, nədir bu? 15-i çıxdı. Hələ nəqil axtarırıq, hələ qalsın. 21-i çıxdı. Deyəsən kitab hamısı Kinanədən bəhs edir. 21 dənəsi çıxıb. Eyni şey idi. Bayaqları axtarışda eyni şey idi. Onda şeydə də Səfiyyədə də 21 idi, bunda da 21. Hə, vur axtar tap Kinanə ilə məsələni. Yaxşı. Kinanə. Birinci Safiyədən rəvayətə getdi. Kinanə əllərini açmışdı. Bax, qulaq as. Kinanə xanım Səfiyyənin azad edilmiş quludur. Hə. Onu demək Əbu Xatim Ər-Razi deyir ki, leysə bihi bəs, yəni sıxıntı yoxdur, hədis yazılar. İbn Hibban da siğə görüb. Əd-Daraqutni siğədir, İbn Həcər Əl-Əsqəlani məqbul görür. Hə, indi qoy Kinanəyə bax axtaraq tapaq. Tapsan da 21 dəfə axtarış vuracaqsan, problem yoxdur. Ammar bin Yasir, Kinanə bin Qays burdadır, hələ ki yoxdur.
Aha. Aqil bin Əbu Bükir. Kinanə Aqilin adı daha öncə burada da yoxdur. Xalid bin Əbu Bükir, bu da Kinanə, bu da odur. İyaz bin Əbu Bükir, Kinanə, bu da odur. Resulullah İyaz bin Əbu Harisən, bir Uhud günü Kinanə, bu da odur. Resulullah Əbu Bükirə, Resulullah ilə bərabər döyüşünə qarşıdır. Budur. Aleyküm salam. Ay Seymur, Kinanə Rabidir qardaş. Sən Kinanənin, sən hadisə Safiyə anamızdan bağlısa Safiyyəni axtarmalısan. Rəvayəti Kinanə edir də. Kinanə rəvayət eləyir, həmin hadisəni başqası da rəvayət eləyir. Yalnız da Kinanə Rabid orada. Kinanə misal üçün deyirəm, 50 dənə hadisəni rəvayət eləyə bilər. Sənə Safiyə anamızdan bağlı olan lazımsa onu axtarsın. Safiyyə düz yazdım. Hə, bu Tural atıb ortalığa Kinanə axtar, mövzunu qarışdırır ki, tapmayasın. Gördün biri çıxan kimi fırlatdı ki, Kinanəni axtar, Kinanəni axtar. Linki elə mən atmışam, ay xəstə. Mən tanımıram bu məlunu. Linki mən atmışam, ay xəstə, heç kim tapa bilmir. Sənə də link atdım, Seymura da atmışam. Qardaş, rivayət keçir. Safiyyə ilə. Ey əziz şiyələr, mövzu rivayətin olmağı deyil. Siz rivayətə bir dənə şey eləyin ki, yəni bunu necə izah eləyib, söhbəti öldürün, çıxın getsin. Ay qardaş demişik də, olsa nə olacaq? Qardaş, salam, demişsiniz də nəyin əziyyətini çəkirsiniz, rivayət yoxdur. Nə o deyirəm, mən dərəşdə də eşşək Var qardaş, eşşəkdir, vırıb ki, aparmasın, mühasirə eləyənlərdən biri idi. Sevməyib də Osmanı, buna nə var? Aha, da sevməyib, sevməyib. Qardaş, yox, elə eşeği axtarıq. Hələ tapmasa o hələ Sevməyib, xəlifəyə üsyan eləyib, öldürməyib. İçəri girənlərdən olmuyor, amma üsyançılardan olur. Su aparanda Tapaq da görək bu söhbət var ya yoxdur. Su aparanda da eşşəkdir, vırıb ki, aparmasınlar, mühasirə eləyib. Bildimi? Yox, bu tapaq görə hələ bu söhbət var ya yoxdur. Bəli, mən Şimir kimi bu da suyun qabağını kəsir. Də qardaş, nə var? Bildimi? Yaxşı söhbət eləyirsən də. Ay balaca Maviyə. Deyirəm ki, axtaraq tapaq görək var ya yox. Şimir eləmə də. O Amr ibn As deyir, Muaviyə ki, gəl əlini olsun suyunu kəsək. Gəl elə deyək. Yox, Şimir kəsir. Şimir deyir ki, gəl yolu kəsir. Nəysə, bağla söhbəti. Amr sahabədir, problem yox. Quburi. Hamı deyir var, harda var? Hardan tapaq bunu? Göndərmişəm də, mən belə Tural'la Seymura göndərmişəm. Niyə göndərirsiniz? Biriniz atıb qoymursunuz. Yox, biriniz niyə atıb qoymursunuz bu Seymur kimi? Hələ hamı göndərir. Ay, mənə lazım. Seymurdur. Sən lazım. Canı çıxsın axtarsın. Göndərmişəm WhatsApp-da, baxın. Mənə bax, lazım deyilsə onda niyə göndərirsən? Axtarırsınız, WhatsApp-a göndərirəm ki, açıb baxarsınız. Axtardığımız şeyi adam əziyyətini çəkir, deyər ki, bu buradadır. Bir dənə baxın görün. Hayır, göndərmişəm, demişəm. Girib o WhatsApp-a baxın, mən neyini? Mənim kompüterim yoxdur, açıb göstərim. bu bir səndə məsələdir. Mən nəyi sübut eləmək istəyirəm, ona görə mən də gedirəm şeylə, istiqlalla. Yəni bugün TikTokda boş-boş danışırlar, filan kitabdan qaynaq verir. Kitabdan nəql tapmaq çətin məsələdir. Əziyyətli işdir. Elə bu loxluq deyil, açdın elə filan kəs mən atdım, mən də qoydum ora. Səhət gəlir göndərirəm. O biz danışırlar. Bu hadisə tabaqatda da keçir, musannəfdə də keçir, ikisi də səndə var. Bilirəm, keçir. Qulaq as, Cəfərov. Sən bir dənə səbirli ol. Sən axtar o Kinanəni. Gör nə deyirəm. Mən bu cəmaatla qırğınım odur ki, gözünüzlə görüb oxumadığınız şey cəmaata gətirib yalandan çatdırmayın, özünüzü elmli kimi göstərməyin. Oxumusunuzsa, bir dənə gətirin qoyun ortağa da bir dənə kitabdan. Nə bilim, hədislər ensiklopediyasında belə yazılıb, nə bilim, filan yerdə belə yazılıb. O alınmır da, ay Cəfərov. Oxumaq lazımdır. Bu cəmaatı da şey demişkən az şeylə oynayın, əsəbləri ilə. Əsəblərin yox. Ay sağ ol, hə. Çox gözəl deyil. Mövzunu mən açmamışam. Özünüz də bilirsiniz ki, mən əli düşmanı deyiləm. Prosto gördüm burada da canı uzana bilərsiniz. Ona görə mövzuları şeylər gəlməliyim. Saxlam da. Veriyə, Safiyə. Adala qayıt Seymur, orada xuyey var. Bundan qabaqçına qayıt deyir. Yox, heç şey yoxdur. Baxıram, sürətli oxuyuram öncə. Adları da əzbərləmişəm burada. Seymur, burada olmasa 4-cü, 5-ci, 6-cı cildə gir, bir eyni şey elə. Bu qədər Ərəblərə bax, Seymur axıncı cildlərdə də o sən zaten Görəsən zülfüqar tapa bilər onu. sən neçənci cildə gətirmişdin? 7-ci cild. 8. Əfsədə sən Ərəbində Seymur, səndə neçə cilddir Seymur? Ay Seymur. Sən neçə cilddir? Sən 6-ya bax Seymur, 6-ya. 6 ilə 7-yə bax. bir dəqiqə yox. Zülfüqar sən qalx yuxarı. Yoxdur. Bunda yoxdur. İndi keçə yaxşı 7 ilə 8-ə.
6-ya bax, 6-ya 7-yə. Səndə 6-7 də xoş. Hə, keçək indi şeyə. Mən dəli oluram yəni. 3-cü zildə şey salıb biz 6-ya axtarırıq. Yaxşısız deyən olsun. 6. Hüseyin İndi dərs baxsana burasıdır ki, dərs burasıdır ki, hamı deyir Mən ki, telefona baxın, bura baxın, deyən baxın. bir dənə İmkan deyən varsa gözlə. Hamı deyir ki, bax etibar, hamı deyir ki, linkini atmışam, altında da mənbəyi ünvanı yazılıb. Deyirsən hanı? Deyir filan yerdə gir bax. İndi girib baxırıq, onu da tapmırıq. Yox, sən mənə nömrəvi deyirəm. Bu şey Tura, sənə attığım göndərdi Adilə. 8-ci cilt demirsiniz, qardaş. Adil, ay Adil. Ay tərcümə ilə düz gəlmir də Adil, tərcümə ilə düz. Ha, bildim də 8-ci cilt varsa onu siz çıxardın bir dənə qoyun ekrana biz oxuyaq. Ay mənim marağımdadır. Mən ala. durum mürşidin Ala, şeyi. gözlə. Gözlə ala. Bax qoy ekrana. Siz Ekran axtarış böyük. deyənə göndərmişəm. Ekranı Bunun ekranı böyük. böyük. Seymur sən canı axtar görüm bunu hara qoyaq. Ekranı böyük. Hı hı. Neçə cilt daha etibar burada? Bax İbn Ay Sadın buna tabaqatı mən niyə tutulası. atdığıma niyə girmirsən qardaş? 7 dənə. Qardaş başa salıram ki 8 cilddir bir də var. Aşağı da var. 8 dəfəli yerə. 8 cilt var burada. 8 cilt. Hadi. Əgər Seymurda türkdə yoxdursa o deməkdir ölkədə 7 cilddən də qurtarır. Ah, sən də eyni şey deyirik, səndən eyni şey deyir. İstiqlal deyir ki, şey Adil deyir ki, yoxdur belə deyir. Hə, bildim Qardaş də o indi demək deyil 8 siz ay Adil. Adil o demək deyil ki sizdə türkçədə yoxdursa ərəbində yoxdur. Elə bir şey yoxdur. Ay qardaş, o 8-ci cildə gir baxaq da bir dənə. Bu dəqiqə girə bilirsən də. Girmişəm də atmışam da ekrana. Deyən, bir dəqiqə deyən. Bax bir dənə mənim dərdim başa Yox, Tural deyir ki, 8-ə gir. Mətni tapdırırsa. Qardaş, bu hadisə Yaha Osmanlı çatsın. evinin mühasirəyə alınmasıdır. Orada olan hadisədir. Bəli, bəli, əslində. Bu nətər bu hadisələrdə bab başlığı var. Hicri 36-da. Bir dənə bu Safiyə anamız nətər gedir çıxır 8-ci ildə onu başa Onlar düşə başqa yerdən nəql edib də Ayşə, bu sistemli olmaya bilər yəni. Önəmli olan yer qalıb axı burada o nəql eləməli idi. Eləməyib də nə qaraq indi? Ay yenə təkrar gedib ora çıxsa Ay, şeydədir. Tapmışam. Fəzilət və liaqət babındadır. Atmışam da Nəyin fəziləti? sənə link atmış. Peyğəmbər zövcələrin fəzilətləri. Sənə link atmışam da niyə girib linkdən baxmırsan qardaş? Hə, yaxşı, yəni bax. O. Bu Şurada babı deyin də bayaqdan. dəhşətdir. Ay qardaş link atmışam da gözdə sənə də göndərim Ayşə. Linkdə nədir? Kitabın ünvanı göstərilir. Sayt kimi kitabdır da. Bildim də PDF, sakit kitabdır da. PDF. Həmin kitabın özü əsli orada var. Göndərmişəm. Mehmet xan bax. Baş. Olar oldu. Telegrama bax. Baparsız. Bəlkə tamamda açıram. Beş dənə kişi yığışıb, birimiz ərəbcə bilmirik. Düşmüş ortalığa ki, var, yoxdur, var, yoxdur. Ay sağ ol. Onda linkdə yenə də ünvan göstəriləcək. Düzdür? Hə qardaş, elə normaldır da Ayşə, problem deyil, o düzdür. Nədə onun adı? İstiqlal, elə şeydə problem olmur. Nə problem olmur ki? Məhməd özün Mətndən başımıza. götürdə seni verirlər də, çox, yəni ərəbcə mətnin qoyur ora, deyir ki, bu Sayt kimi kitabdır da, PDF deyil. Bu Osman'ın şey deyən Cəfərov dediyindən şübhələndim. Bu deyir ki, Ayşə anamızın Safiyə anamızın Safiyə anamızın fəzilət babı. Var o. Hə, o 8-ə çıxa bilər, amma Osman'ın qətli 3-cü cüzdədir. Bu nədir? Qətil hadisəsi deyildi. Fərqli bablarda gələ bilər eyni hadisələr. Bir dəqiqə baxacağım. Həsənov burdasan? Bilməsə eyni hədis ola bilər nicah babında da gəlsin, başqa babda da, dəst namazda da gəlsin. Ay Həsənov, burdasan? Ay hə Cəfərov. Suyu aparanda İmam Həsən, İmam Hüseyn oğullar su aparırlar. Ha, onlar yoxdur. Həzrət Əlinin şeyi var orada. Həsən Hüseyn qapıda durmaq. Hə, yaxşı, suyu kim aparır? Həzrət Əli? Suyu kəsirlər, qarşısını açır. Deyir ki, mane olma ondan. Açsın, Həzrət Əli aparır. Qardaş, o mümkünatı yoxdur ki, Həzrət Əlinin belə şeyə yəni olan yerdə malik deyə su aparma. Mümkün deyil. O bir deyir, bir nəfər də dedi. Geydirmədi o şey. Ay Rəyin, Malik üsyançıdır, onun ona dəxli Ha, yoxdur. boş danışma görə Malik Həzrət Əlinin kiprindən belə sağlama döndürülməz. Malik o Malikdir ki, Maviyənin başını kəsəcək yerdə geri qayıdı bir dənə kəlməyə görə. Geri qayıt.
Əli O geri sonrakı qayıdan- hadisədir. Hazırki vəziyyət Sonraki olsun. hadisədir. Yox, sonraki o boyda vəziyyətdən geri qayıdan adam indi suya görə durub şey deyir. Qışqır qutarsan da Alparslan kimi duyan deyəcək. Boş danışma Cəfərov sən. Osmanın qətli hadisəsində bu adam üsyançıdır. Ay O qardaş. Ali xəlifi olur, onun ordusuna keçir, onun vəziri olur, neynir? O ondan sonrakı adamlar var hadisələr. kişi. Üsyancı nə dəxli var ki? Dediyin. Qardaşlar, eşidirsiniz məni? Nəysə, mövzu odur. Sənə rivayət atmışam. Uzun uzadı danışırıq, söhbəti uzadırıq. Həmin 8-ci ildə bir dənə vurun telefona ya da linkini atın, mən baxın, kitaba girin Şey baxın. rəvayət edir. Mən atdığım Cəfərov birinci rəvayət, Kinanə rəvayət edir. Deyir Safiyanın bu mövlasıdır Kinanə. Deyir Safiyə Osmanı müdafiə etmək üçün bir qatırla gəldi, müdafiə etmək üçün bir qatırla gəldi. Əşlər bizimlə qarşılaşdı və qatırın üzünə vurdu. Safiyə dedi: "Məni geri qaytar. Məni rüsva etmə." Sonra Safiyə deyir öz evi ilə Osmanın evi arasına Həsəni yerləşdirdi. Beləliklə də o Həsənin yanına yemək və su aparıb gətirirdi. Yəni Həsən otururdu da içəri. Hədisin hökmü isnadı Həsəndir deyir. Ravilərindən Kənanə deyir Safiyanın mövlasıdır. Mühəddislərdən İbn Həzər Əsqəlani Əl-İsabədə deyir bir şey. Bu birinci atdığın rəvayət. Sonra Gördün Cəfərov, İmam Həsən də aparır. Aparmayıb demək, mən dedim Həsən Ay qardaş, sənə başa salmaq istəyirəm ki, Muhammed ibn Əbu Bəkir, Malik Əştər, Həsən, İmam Hüseyn, İmam Hüseyn bunlar hamısı Əlinin nəzarətində, belə Əlinin işarəsinə görə hərəkət adamlar olub. Malik orada öz başını şey eləyəsi adam deyil. Ay nətər Alinin işarəsinə görə Ali Həsənlə Hüseyni qapıya qoyur ki, qoyma heç nə olsun, olmasın, nəsə olmağına. Şeydir, Malik də gəlib burada üsyan qaldırmağa, millətə başlasın. Malik içəri Bir dəqiqə, girir. hansı kitabda? Bir dəqiqə deyən şey, Məmməd xan, hansı kitabda? Hardadır o? Hardadır da Malik Əjdər gəlir, girir qapıda, Həsən Hüseyn qapıda ola-ola Malik Əjdər onlarla döyüşə başlayır. Hardadır? Mən girir döyüşür Başladıq dedim. A'dan. Yenə də Türkçə keçdiyim dərsi sənə də keçəcəm indi. Mən girir Hansı döyüşür kitabda? dedim. Türkçə nə dərs keçirsən mənə dəxli. Mən girir döyüşür dedim. Dedim ki, Malik orada üsyancıdır, üsyancıların başçısıdır. İçəri girir öldürür deməmiş. İçəri girir öldürür deməmişəm. Adil, səbirlə. Bildim hansı kitabda? Yaxşı, qapının Mən niyə onlarla qarışdırırsan? üzbəüz gəlir. Hansı kitabda? Sən Fərhadla mən niyə qarışdırırsan? Burada hamı mən niyə Hansı qarışdırırsan? kitabda? Ay Cəfərov, babaşıva dönüm. Hansı kitabda? Denə. Düz deyirsən. Arkadaş hamısında Malik üsyancıdır və onlarda ordu başçıdır. Hamısında 4 dənə, 5 dənə qrup varsa onlardan birinin başçısı da Malik. hamısında, yox, keçmə qrup, hamısında Hə. İbn Əsildə keçmir yalan danışsın. Təbərdə keçmir yalan danışsın. Əl-Bidayə və Nihayədə keçmir yalan danışsın. İbn Kəsirdə keçmir yalan danışsın. Oldu hamısı. Yox. Yo, oldu hamısı. Yox. Bəs eləmir sənə. Yox. İndi yaxşı görsət birini. Mən deyirəm ki, dördündə də bax 4 dənə kitabın açın qoyma ortalığa ki, Malik Əjdər gəlməyib yalan danışırsan. Burada bir dənə Əhlüsünnə cəmiyyəsində bir nəfər var. Bu kitabların dördü ilə də qoyuram qabağıma PDF-in də özünün də. Qoyuram danışıram dördü ilə. Var və Osmanın qətli ilə bağlı heç nə yox. Yaxşı. Məmməd xan. Bəs elədir? Səbir ol. Məmməd. Ay son. Onda yalan danışma. Hadi səbir ol. Məmməd. Eşitdim də hə bu. Hay ver də. Malik üsyanında iştirak edib eləmir. Yox. Ay qardaş, mənim də adama çıxmır da üsyanı təşkil, üsyan iştirak etmək sənədir. Məmməd xan oxumayıb, axıra qədər mən oxumuşam deyirəm. Mənlə danış. Məmmədə Eləmir. Yerində vay istiqlal. Kufədən gələnlərin başında Malik Ələşlər olmur. Bir dəfə olub, o da üsyana qoşulmayıb da, onu da Əl-Əssalam dala qaytarıb. Yoxdur da tarixdə o gəlmir, Cəfərovdur yəni. Gəlib davamlı. Deyirəm ki, bir dəfə gəldi, onu da Əl-Əssalam dala qaytardı. Çoxda deyil. O da şikayətə gəlmişdi. Bir dəqiqə səbirli ol. Çünki etibar Təbəridə 4-cü cilddə səhifə 520-də nəql var. Əlqəmədən İbn Həcər Əl-Əsqalani də Fəthül Baridə gətirir cild 13-də. İstəsən onu da atım sənə. denən bəs. Sən atdığın saytdan. Deyir ki, sən Əlqəmə deyir ki, Maliki Osmanın qətlində, yəni bu üsyanda niyə tərəddüd elədin? Yəni iştirak eləməmsən. Amma cəməli iştirak edirsən. Gözəl qardaşım, tərəddüd eləmə, öldürməkdə deyə niyə tərəddüd elədin? İçəri girmədi qardaş. İçəri girən 3 nəfər, 5 nəfər, 15 nəfər var, fərqli rivayətlər. İçəri girənlərdən olmuyor. Muhammed ibn Əbu Bakır yolu göstərir. Yolu göstərir. Yolu göstərir içəri. Üsyanda xalq qalxmışdı ayağa. Üsyanda hamı haqlı idi. O nədə Xalq qalxmamışdı qardaş, 2000-3000 adam gəlmişdi oradan buradan. 2000 adam nədənsə
Hamısı qalxmayanda da narazı idi. Hər rayondan 100 nəfər yığsan, burada da 3000 adam Gələnlər düzəlir. qabağına Burada niyə da çıxmadı 3000 sənin Mədinə xalqın? Niyə 3000 çıxmadı? adam. Ya niyə Burada da çıxmadı? burada da AXCP mitinq eləyəndə 3000 adam yığışır da. Bir dənə su bir dənə su vurursan, bir dənə su vururlar, hamısı dağılışır. Qulaq as, bir mənim sualıma cavab ver. Gələnlərin qabağına Mədinə cəmaatından səhabələr niyə çıxıb qabağına çıxmadılar üsyançıların bir nəfər? Çıxdılar da. Kim çıxdı məsələn? Yalan niyə danışırsan? De görüm bilməm. Çıxdılar da, nə getmir. Kim çıxdı da bir təlhə çıxdı. Kim çıxdı oradan səhabələrdən? Kim çıxdı? Ordu şəhərdə. Bax sən bilmirsən, bax sənin səhabələrimin əksəriyyəti üsyanın içində Hayır. Hayır, ordu şəhərdə deyil. Ordu çıxmayıb qabağına. Hə, yaxşı. Qabağına çıxan fərdlərdir. 3000-in qabağına çıxıb Məmmədxanla Etibar deyirlər ki, qaqa dala qaydın, deyə qayıtmırıq. Sən get gir evə deyirlər. 3000 adamın, 50 qanıtsız adamın qabağında Məmməd nə edəcək, Etibar nə edəcək? Açı. Bax, Bərizətlərdən başqa sahabə yoxdur, niyə çıxmadılar? Əliyə dəymirdilər də, hamısını da salmışlar evlərinə. Deyirəm, o biz sahabələr niyə çıxıb müdafiə eləmədi Osmanı? Hamını deyirəm qatıblar evlərinə. Evlərə heç kim qatıb eləməyib, boş-boş danışma. Orada elə şey yoxdur. Orada Məmməd xan bir dənə gözlər, mən bunun cavabını verəcəm. Əksinə çıxıb Osmanlı çox adam elə sahabələrin çoxu da ittiham edir ki, səbəb eləmiş. Yo, Məmməd xan bir dəqiqə gözlər. Mərvanı niyə vermirsən hə? Bir dəqiqə deyən görüm. Xanımı deyir ki, ver. Həzrət Əli deyir, ver. Axıra kim niyə vermir Mərvana? De görüm. Osman vermir, onu mən nə deyim niyə vermir? Niyə ver? Düz eləyir. Səhv eləyir, düz eləyir, qardaş, belə Onun eləyir. səhvini cəmaat niyə müdafiə eləməlidir, ədalətsizliyini? Qərarı belə verir, qərarı belə Arkadaş, onun verir. səhvini, ədalətsizliyini, Sən xalq olaraq kimsən ki, mənə deyirsən ki, bunu ver və ya vermir? Necə yox kiməm, mən başa düşmürəm. Xalq qalxıb tələb edəcək, də bəs. Muaviyə də tələb eləyir ki, qatili ver, niyə vermirsən? Kim ver qatil Əzətənin əlindədir ki? Əlində deyil, ordusundadır, vəzifədədirlər, niyə vermirsən? Hansı qatil? Məsələn, qatili kim müəyyənləşdirir? Deyil filan kəsi ver, deyil filan kəsi ver, niyə vermirsən? Filan kəsi kimi də dinəndə birini dinən ki, filan Uydurma kəsi. iddiası deyir. Bildin də sən Mərvanı məndən niyə istəyirsən? Ay qardaş, Mərvanı hamı istəyir. Sən harda ittiham elədin? Sən harda məhkəmə qurdun ki, bu filan... Mərvan cəmaata yazıb ki, bunları öldürün. Tutulub mu şey? İsbat olunub, məhkəmə qurulub. İsbat olunub, bəli. O möhür Mərvan'da Qurulmayıb da, Mamid xan, eyni hadisədir. Ay qardaş, orada Osman yazıb. Qulaq, Osman yazıb onu. Kim yazıb, kim yazmayıb. Hələ bilinmir ki. Sən niyə məndən Mərvanı öldürmək istəyirsən? Mərvanın ittihamı təkcə o məktub deyil ki, Mərvanın elədiyi cinayətlər çoxdur ortada. Qardaş bir dənə mən dediyimə qulaq asın. Eyni hadisədir, Mamid xan. Eyni hadisə deyil, yox. Eyni hadisə də qətiyyən. Allahu Əkbər. Ha bir dəqiqə gözləyin də. Mən sizə deyirəm ki, Etibar, sənə deyirəm ki, Mərvanın Nalə xanım Osmanın yanında, Danlı yanında ki, Mərvana dedi ki, bu bütün söz söhbətlər sənin ucbatından oldu. Qapıya yığışan üsyançılar sənin ucbatından gəlib bura. Əl çək bizdən. Nə oldu? Qaqa, mən demirəm, Mərvan süddən çıxmağa qaşıqdır, düzdür. Mən deyirəm ki, bu hadisə o hadisə ilə eyni şeydir. Bunu deyiriksə, cavabını da deyək. Deyək ki, görək ki, Əleyhisselamın əlində kimlər var idi? Mənə mənbə götür, gətircinən. Təbəridən də, İbn Əsirdən də, nə bilim, Əl-Bidayədən də, İbn Kəsirdən də gətircinən ki, Malik Əjdər gəldi Osmanın qapısında, nə bilim, üsyan elədi. Görsət. Yoxsa Mədinənin çölünə qədər gəlmişdi. Mədinənin çöl tərəfinə gəldilər, dayandılar. Onu da Əleyhisselam dala qaytardı. Bundan başqa nəsə bir şey gətirə bilərsən qapısına gəlməyini. Yaxşı, mən getdim. Məmməd xan, söhbəti belə uzatmayın. Danışan gəlsin, babələnsən danışsın. Mən də görsəm. Quburi. Hara qaçdın? Qoy qaçsınlar, çıxsınlar, geçsinlər, lazımdır sənə. Sən deyirsən, o deyir, mən deyirəm, o deyir. Gələn mənə bir nəfər gəlsin ki, Mədinənin çölünə qədər, bax, Misirlilər, Bəsrəlilər, bir də Küfəlilər. 3 dənə qrup gəlmişdi. Biri Təlhəni seçmişdilər, bir qrup seçmişdilər. Zübeyri, bir qrup da seçmişdilər Əleyhisselamı. Bu 3 nəfərin də heç bunlardan xəbəri yox idi. Gəldilər çöldə, ayrı-ayrı yerdə oturdular, danışdılar və bunlar da göndərdilər, çıxdılar, getdilər. Gedəndə Mərvan bir dənə şappultu qoydu ortalığa, məktub göndərdi ki, valilərə. Sən də adın, Beytulmalın dəvəsini, Osmanın köləsini mindirdi Beytulmalın dəvəsinə ki, cəmaat bilsin. Getdi, məktubu da bir dənə möhürdə qoydu bunun yanına. Getdi, yolda tutdular Misirlilər bunu ki, hara gəlsən? Sən Osmanın köləsi deyilsən. Beytulmalın dəvəsində sənin nə azların var? Axtardılar, özü də belə də keçir. Bunu axtardılar, üstündə Osmanın möhrü ilə
şey çıxdı, məktub çıxdı ki. Arkadaş Osman'ın o hadisəsində Tərhənin də rolu var. Onu özləri Qulaq as, hələ ora var. Tərhəni niyə çıxarmış ortaya? Tərhənə o nə? Qulaq as, ora gələcək. Bir dəqiqə deyən. Hələ orası biraz qabaqdadır, sonradadır. Möhür çıxdı ortalığa ki, Osman qərar verir ki, bu üsyançılar hansı ki, o üsyançıları Əli əleyhissalam sakitləşdirib dala göndərmişdi. Bu üsyançılar dala qaydanda valilər bu üsyançıları bir qismini öldürsün, bir qismini zindana atsın, bir qismini keçal və saqqallarını qırxsınlar, saç saqqallarını qırxıb eləsinlər, adına rüsvaycasına cəmaatına, bir qismini də sürgün eləsinlər. Cəmaat da təzədən dəli oldu, başı alovlu təzədən qayıtdı dala. Dala qaydanda Əli əleyhissalamla Müsləmə var orada. Nə olub, nə məsələdir? Gəldilər, qayıtdılar ki, hal qəziyyə belə bir məktub tutmuşuq. Müsləmə ilə Əli əleyhissalam Osmanın yanına gəldi. Qayıtdı ki, bu möhür sənin adından göndərilib valilərə. O da and içdi ki, mənim bu məsələdən xəbərim yoxdur. Dedilər, bu məsələni Mərvan eləyib. Başqa. Malik Əjdər bundan başqa neynədi, harda nə oldu? Gətirin, qoyun ortalığa. Siz bu tarixi bilmirsiniz, yəni oradan buradan eşitmişsiniz, amma mən axıra qədər oxumuşam. Əhl-i Sünnənin 4 tarix kitabının 4-ünü də oxumuşam axıra qədər. Tərhənin məsələsi, Məmməd xan, sən dediyin məsələyə. Osmanın yanına bir nəfər gəlir, məsələni sakitləşdirmək üçün. Qapının arxasında, İbn Nəsildə məsəl üçün belə keçir. Qapının arxasında Osman həmin adama adını da deyə bilərəm, kitabı açıb baxmaq lazım. Bir də salam əleykum, bir işə gedirəm. İşə gedirəm, bir dənə Seymur mənə böyük bir şey göstərmiş sizə. Seymurun canlısı deyil, mənim canımdır. Hə, sənindir. Dedim Seymurdur. Gözlə, indi sənə bir şey göstərəcəm. Hə, görsün. Ekranı da çevirək, bir dəqiqə. Sən də ki, ömrü boyu işə gedəsi oldun. Hadi işə gedirəm də, ekranı tər çevirim burada. Mən nə edeyim? Ha, gözlə. Hayda. Kamera şeyin üstünə qoy. Gözlə. İbn-i Əsir'in kitabıdır, bax göstərəcəm sizə. O İbn-i Əsir, 3-cü cild, 35-ci il. Həzrət Osmanın şəhid edilməsi, gördünüz? Hə, Burada əzbər bilirəm. iki dənə yer göstərəcəm sizə. Birincini göstərəcəm, bu ikincidir. Yenə başqa bir rivayətdə belə anlatılır. Mədinədə olan sahabələrdən və digərlərindən bəziləri İslam aləminin digər bölgələrində olan sahabələrə xəbərlər göndərərək, əgər cihad istəyirsiniz, gəliniz. Burada Muhammed sallallahu aleyhi ve sellemin dini fəsada uğramaqda. Sizin xəlifəniz, yəni Osman Həzrətullah, onu fəsada uğratmaqdadır. Məktubları onlar yazır. İndi başqa yerdə göstərim İbn Əsirdə, bir də gözlə. İbn Əsir 3-cü cild yenə şəhid edilməsidir. O başlığı görüncədir. Bu il içində, 34-cü il, bu il içində Rəsulullahın əshabından bəzi kimsələr bu məsələdə bir-birlərinə məktublar yazaraq cümləmiz. Əsl cihad burada demişlər. Və bəzi insanlar Həzrət Osmanın ətrafında birikib ondan mənfaatlar əldə etmişlərdir. Ancaq əshabdan çox az bir kimsə bu məsələdə bəzi şeyləri nəhy edirdi. Bəzi şeyləri az edirdi Osman tərəfdə. Bəzi xüsusları ondan uzaqlaşdırmaya çalışırdı. Az hissə. Bunların içində bunlar idi deyir. Bunlar az hissə idi. Amma əksəriyyət o idi. Mən sizə aşağıda Həzrət Əli var. Oranı oxu. Keçdimi? Bir dənə məsələ göstərəcəm sizə. Gedirəm şeyə, sonra o bizləri oxuyaram. Burada evə buraxılmamaq məsələsini Təlha çıxardır ortaya ki, qoymur ki, evə buraxasınız. Baba burada. Həmin yerdə gəlirik. Baba İbn Rəbiyə deyir ki, mühasirə günlərində, göstərir günlər, birində Həzrət Osmanın yanına getdim. Məni əlimdən tutub qapısının arxasından bəzi şeyləri eşitdirdi. Onlardan bəziləri nə deyə bəkləyib duyurursunuz, bəziləri də bəkləyin o bu anda gəlmək üzrədir. Talhanı gözləyirlər. Talhanı gözləyirlər, ay sağ ol. Diyordu. Bu şəkildə Həzrət Osman ilə birlikdə qapının arxasında dururkən... Ay sağ ol, indi dediyim məsələ. Gözdə də bir şey edəcəm mən, bir də Təlha gəldi və belə dedi. İbn-i Deys hardadır? İbn-i Deys də Misirdən gələn başçısıdır. Ay sağ ol.
İndi istədiyi ki, Talhanın yanına varıb bəzi şeylər danışdılar kişisi, Talhanın kişisi. Və beni reis geri döndü, cəmaatın yanına döndü, arkadaşlarına belə dedi. Talhanın yanına dönəndən sonra. Osmanın yanına heç kimsəyi, baba heç kimsəni sokmayın, yəni buraxmayın. Və evindən çıxmaq istəyənləri də əslə müsaade etməyin, yəni buraxmayın. Etməyin, Ayşul, hə. Bu sözlər üzərinə də Həzrət Osman deyir, mənə yandaşına qayıdır, deyir ki, işte Talhanın etdikləri bunlardır, deyir. Ayşul. Allahım deyir, baba Allahım, Talhanın etdiklərindən sadəcə sənə sığınıram. Ayşul. O bu adamları gətirib evimin önünə yığdı və onları əleyhimə qışqırtdı. İndi bu məsələdə axtarırlar kim idi, buydu da. Məsələlər belədir. Ay qardaş, qoymadım da axıra qədər sözümü qurtarım. Onsuz mən bunu deyirdim. Ha, indi mən söndürüm bunu, mənə də balacaşdı, mən gedim işə. Oldu, salam aleyküm, mən düşdüm. İndi İbn-i Ləsirdə faktiki olaraq bu var. Ki, nədir? Talha gəlir, Talhan Osman yanındakına deyir ki, bir dənə Talhanın hərəkətinə bax, qapısının arxasında görsən nə edir? Cəmaatı da yığıb qapının ağzına. Talha yığıb bunları. Xəbərim var. Bu məsələ Məmməd xan, mən əzbərimə bilirəm. Bu məsələ Malik əjdəri çöldə dala qaytarandan sonra oldu. Bundan sonra Malik əjdər Osmanın qapısına gəlmir. Qapısına yox, Mədinədən içəri girməyib. Ay kişi. Sabah orada başqa bir dənə sual var. Bax, məsələ kitab oxumaq deyil, düzgün analitik şey vermək lazımdır. Bax, mən deyirəm ki, Osmanı əvvəla gəlib üsyançılar oranı basanda deyirsiniz ki, Həzrət Əli neçə dəfə gəlib kömək eləməyə çalışdı. Zaten vəziyyət o qədər kritik idi ki, qutara bilmədi. Yaxşı, başqa sahabələriniz yoxudur sizin Osmanı müdafiə eləməyə ön açıqlar. Niyə yoxdur? Ay ki, Osman məktub yazır Maviyə. Neçə dənə valisinə məktub yazır ki, mənə kömək lazımdır. Maviyə hara gəlir? Maviyə yer istəyirdi ki, o vəziyyət o yaransın, sonra fitnə çıxarsın əlində bayraq. Bəs xanım Nailə də Osmana deyir ki, sənin bu köməyin nə oldu, harada qaldı? Sənin valilərin niyə gəlib çıxmadı? Neçə gündür? İkinci məsələ. Osman öləndən sonra, yaxşı. Bu ortada qalmışdı da nə idi? Nə oldu? Bir dənə başqa əshabdan kim çıxıbsa demədi, işə kişisiz. Hər nə deyirsə, düzdür, xəlifə olub da, xəlifəlik məqamı var. Bu nə hərəkətdir? Nətər yanımın bastırılmasına icazə vermişsiniz? Bir nəfər çıxmadı, başqa əsab yoxudur orada. Əleyhissalam gəlib aldı. Bax, bir dənə Əleyhissalam gəlib aldı. Ay kişi, bilirəm, mən onu əziyyət eləyim. Deyirəm ki, başqa əsab yoxudur, nə oldu? Bax, diqqət elə. Bax indi, gedin mürşidin ətrafında bulanıq şey tutanlar, balıq tutanlar. Gedin, indi Təlhəyə, o Malik Əşdərə dediyi sözün 5 qatında Təlhəyə deyil. Deyə biləcək cəsarətiniz var? Bir də söz deyim ki, Mərvanın... Sistemimiz darmadağın dağlar. Bir dənə qulaq az, Səhabə Təlhə, Osmana su vermir. Gedin, peçatımız bundan ibarətdir. Onu demi, qardaş, Mərvan, Cəməldə Təlhəni görür və Osmanın qətlində iştirakı olduğuna görə Mərvanı oxla vurub öldürür. Səhi nəqildir? Ya da, o da şey... Mərvan belə təsdiq edir ki, o Təlhə orada... Gedin, ədalətli sahabə nəzəriyyəvizi qoyun qabağına, 2 dənə də yaxşı arvad tapın, oturun ağlayın. İndi qardaş, İbn Əsakir, nəqlini qoyacam orijinalını ekrana. İbn Əsakir, Cabir ibn Abdullahdan, o ki deyirsə, Əli əleyhissalamda idi qatillər. Deyir ki, rəvayət edir ki, Əli Osmana xəbər göndərib dedi, yanımda 500 zirehli əskər var, səni insanlardan qorumaq üçün mənə icazə ver. Çünki qanını tökməyə haqq qazandıracaq heç bir iş görməmsən. Osman cavab verdi, Allah səni mükafatlandırsın, mənim üzümdən qan tökülməsini istəmirəm. Və dalınca gəlir ki, mühasirə zamanı Osmana dəstək verdiyini təsdiqləyir Əli əleyhissalamın, İbn Əsakir yazır. Məsələn, üsyançılar Osmanın suya çıxışına mane oldular və ailəsi susuzluqdan ölməyə üzrə idi. Əli, demək, su ilə dolu 3 su tuluğu göndərdi. Onlar ona çatmamışdan əvvəl Bəni Haşim və Bəni Üməyyənin azad edilmiş kölələrindən bir neçəsi yaralandı. Hadisələr elə sürətli inkişaf etdi ki, və izdiham Osmana demək, hücum edərək öldürdü. Bu xəbər əksəriyyəti məsciddə olan sahabələrə çatdı və onlar kədərdən boğulublar. Əli oğullarına və qardaşların oğullarına dedi, siz qapıda olarkən Osman necə öldürüldü? O yaralı Həsənə şillə vurdu, Hüseynin sinəsinə vurdu, İbn Zübeyir və İbn Talhanı söydü və qəzəblə evinə çıxdı və dedi, sənə əbədi olaraq vay olsun. Ey Allahım, əgər onu öldürsən və ya öldürmək üçün suiqəst qursam, onun qanından sənin qarşında imtina edərəm.
Bu əlinin Allah ona razı olsun məsləhət və məsləhətləşmə, dinləmə və itayət fitnə zamanı onun yanındakı möhkəm dayanmaq və onun ən çox müdafiə edən insanlardan biri olduğunun subutudur. Demək, bu gəlir, gözüm bir dəqiqə mən bəndə oxuyuram. Yəni, səbirli olun. 8, bir dəqiqə. Bu demək gəlir, İbn Əsakirin Tarixi Dəməşqdə cild 39, səhifə 361. O İndi məşhur məsələ rəvayət budur ki, Tabaqatda zatlar var. O çox qaynaqlar var. İndi məsələ budur ki, qardaş, bu günləri əgər deyirsən, Əlidən qatilləri tələb eləyirdilər. Əli öz Osmanın yanında olub. Əli Yəni hansı aşağı qatilləri? nəzarət eləyim, mən gələm. Hansını versin də Əli? Deyirsən ki, Muaviyə Əlidən qatilləri tələb eləyirdi. Qardaş, Əlinin özü oğlunu göndərib, 2 dənə oğlunu göndərib ki, İbn Zübeyir, Abdullah İbn Zübeyrə kimi göndərib ki, orada şey eləyin. Bir də İbn Təlhəyə kimi ki, Osmanlı müdafiə edin qapıda. Həm nətərsən? Aboyun qapın hazırdı gətirmişəm. İstəsən sabah tezəndən gəl. Tezden yok, gel sabah çıkmak yaşalar. Mən dükkanda deyil, usta ilə danışmağa görə deyirəm. Ha, sən istəyirsən gəl, mənə nə fərq var? Hə, paslan elədir. Əvəzdən mən məqsam elədim gələk. İndi Həsənov, sual budur ki, Təlhə niyə Osmana qarşı belə nifrət edirdi? Suyun qabağının alınması, suyu belə vermək istəmir. Bunu deyin, hə? Onu niyə elədi sizcə? Heç düşünmüsünüz? Hə? Həsənov, fikrin nədir? Mən oxuyursunuz. fikrimi demək istəmirəm, sən deyirəm də. Fikrimi demirəm. Sən niyə? deyir, sonra deyərəm. Təsəvvür elə Təlhə, yəni özünü çox ciddi bir profildir sahabelər arasında. Ta nədir onun adı, şeydən başla Peyğəmbərin dönəmindən. Belə nüfuzu var. Nüfuzu olan bir şəxsiyyətdir. Osmanlı şurasında iştirak edib, seçib. Da ümumiyyətlə yəni ciddi mənada şeydir. Hətta Osmana bilirsən də Zübeyir Həzrət Əliyə dəstək verəndə Təlhə Osmanın şeyinə vermişdi. Nə baş verdi sonra? Osman Mərvangilin tayfasını hakimiyyətə peşkeş edəndə Təlhə qaldı neytral. Təlhəyə heç nə vermədi. Bax, diqqət elə. Təlhəyə heç bir vəzifə vermədi. Nə Küfədə şeyi qoydu. Ondan sonra da bu hamısına payladı. Təsəvvür elə, Osmanı dəstəkləyən Təlhə, tarixin ironiyası var. Təlhə qaldı qıraqda, heç bir şey yoxdur. Ona görə də bu hadisələrdən sonra adam elə bir o içində şey qaldı da, kini vardı. Ki, mən sənə dəstək eləyən adam mən, Təlhə Zübeyrlə bərabər dəstək versə, Osman seçilməyəcəkdi zaten. Zübeyir hansı Osman da bunu- tərəfdə idi? Hə? Zübeyir hansı tərəfdə idi? Zübeyir Osman seçimində Əlini seçdi də, Həzrət Əlini. Onu demirəm, Zübeyir Osmanın mühasirə məsələsində əlinin yanındaydı, yoxsa o bir tərəfdə idi? Yox, üsyançılar tərəfdə? o Süsyançıların içində keçmir o, şey yoxdur onun. Hə, bu bir tərəfdə idi. Təlhə o bir tərəfdə idi, hə? Hələ də Ubeydisindən suyun qabağını kəsir, hə. İbn Əsirdə var da açıq aşkar, hə, oxudu da indi. Səy nəqlinə gəlir, Mərvan vurub oxunu öldürür, onu qoydu qırağa. Bu İbn Təlhə, bir də İbn Abdullah İbn Zübeyir. Bu Təlhə İbn Ubeydullahın oğlu İbn Təlhədir, yoxsa başqasıdır? Nə kimi deyirsən, nəsən dəqiq? Qapıya bir dənə İbn Təlhə adında adam qoyur əleyhissalam, Həsəndən Hüseyndən bir. O Təlhənin oğludur da. Yox, o başqadır. Zübeyrin oğlu. Ha, Zübeyrin oğlu, Talhanın oğlu, bir də Həsəndən Ha, Hüseyin. bax burada görsən necə kritik bir şey var. Deməli bu Bir dənə üzr istəyirəm, oğlanları Məmməd qoyur. Abi bir dənə üzr istəyirəm. Demək atası üsyançılar tərəfdədir, oğlu Osman tərəfdə, Osmanı müdafiə Yox, edir. üsyançılar tərəfdədir demək doğru deyil. Üsyançıların sırasında mən də buradayam məsələsi deyildi. Yəni ki biz burada o məntiqə düzəltdi, oğlum bu tərəfdədir, mən bu tərəf. Nə olsa ki, Məhbub Bəkirin də İndi oğlu. gəlin bir dənə sizə isti-isti bir dənə söhbət açım. Bir dənə isti-isti. Bir dənə Abi ekranı bir dəqiqə deyən. Ay Seymur. Xanım Ayşə harda idi pozisiya olaraq Həzrət Əlinin qarşısında? Sonra pozisiyası yox idi. Xanım Ayşə şeydir, həc ziyarətində idi. Necə Həzrət? Xanım Ayşə, Cəmiyyət yox, savaşında Xanım harda idi? Ayşə- Bir dəqiqə deyən də, Deyim. hadi bir dəqiqə gözlə sözümü tamamlayım. Cəmiyyət savaşında Xanım Ayşə harda idi? Müxalif idi. Osman qatillərinin. Bəs qardaşı harda idi? Qardaşı.
Qardaşı şey Əl dedi. eləsin. Başa da. İndi Təlhənin özünün Təlhə necə yəni Təlhə suyun qabağındadır ki, vermir. Kitab oxudu da bu ayaqları İbn Əsirdən kitab Bu tarixlərdə Ayşən gəlir. hamısı şey Əbubəkirin oğlu niyə misal verdin? O başa düşən mən. Deyirəm ki, deyirsən ki, o mümkün deyil ki, özü belə olsun. Özü üsyanların içində olub, özü Osmana suyun verilməsinin qabağını alıb Təlhə. Ha, oğlun özü qoyur qapının ağzına. Burada özü gedir. Deyirəm ki, özü suyun qabağını alır. Oxu tarixi oxumadın indi. Yox, o bir deyirsən ki, səhabiyə qarşı şey varsa, ədalətli danışmaq lazım. Nə var? Osmanın qətlində şeyin marağı yox idi. Yəni Talha Zübeyir istəmir ki, Osman qətlə yetirsin. Osmandan narazılıq varsa bu inkar olunmaz. Olsun, suyun qabağını alır. Deyir ki, anlamadı. İbn Zübeyir Əsir yox. Zübeyir yox. Seymur, Zübeyir yox. Təlhədə var idi. Təlhə Axırda tarixdə gəlir ki, Seymur. Təlhə, yəni şeyin Osmanın qətli ilə bağlı məsələdə Təlhədə yəni irəli fikirlər sürüb. Bir dənə məsələ var. Bax, bir dənə məsələ var. Deməli, Osman valiləri çağırır yanına. Bir dənə qulaq asın diqqətlə. Valiləri çağırır yanına, hamı ilə məsləhətləşir. Muaviyə qayıdır ki, Osmana məsləhət verir. O da necə? Əli əleyhissalam birinci gəlir Osmanı ikinci söhbətdə. İkinci məsələdə. Əli əleyhissalam gəlir valiləri Osmana deyir ki, filan nəsihətlər verir və deyir ki, belə şeylərə dinən aradan qalxsın. Cəmaət şikayətə gəlir. Məkkədə ziyarətə gedənləri dala qaytarır, çağırtdırır yanına Osman. Gəlir, Muaviyə gəlir və digər valilər gəlir. Otururlar, danışırlar. Muaviyə deyir ki, sən bunların başçılarını ən yaxşısı Beytulmaldan biraz pul vercinə, nəsə bəxşişlər ver, çıxsınlar, geçsinlər. Bununla sakitləşəcəklər. Çölə çıxanda, söhbətə bax. Çölə çıxanda Qəbul Əhbarla Muaviyə nəql olunur ki, şeyin yanında, ravinin adı nə idi, yadımdan çıxıb. Muaviyə ilə Qəbul Əhbar Muaviyəyə deyir ki, bu məsələdə burada qan tökülsə, ən xeyirli tapan sən olacaqsan. İpvi möhkəm saxla. Xeyir tapan sən olacaqsan. Nə mənada? Osmanın yerinə keçiləsim namizəd sənsən. Qəbul Əhbar Muaviyəyə deyir. Qəbul Əhbar bilsən kimdir? İstiqlal. Bilirəm, Peyğəmbəri görmürəm, sonradan Yahudi olmuş, sonradan İstiqlal. Onu aç kitabdan oxu. Osmanın mühasirəsində Muaviyənin Mədiniyə gəldiyi rəvayətinə mən heç bir kitabda şahid Qəbul Əhbar həm Muaviyənin kadrı olur, bağlı verən olur. Həm də Əbu Hureyrənin mühasirəsində yox, qardaş. Seymur, mühasirə məsələsində yox. Mühasirədən qabaq Əli əleyhissalam İbn Əsirə aç bu dəqiqə, yəni kitab yanımda deyil, vallahi billahi, yəni istəyirsən kitabın skrinini yox, videosunu çəkib ataram sənə. Deyir ki, valiləri dala çağırır. Hətta Muaviyəni gəlir görür ki, Təlhə ilə Əli əleyhissalam gəlirlər Osmanın yanına. Görür ki, Muaviyədir, sonra Mərvandır, hamısı oturublar orada. Muaviyə başlayır Əli əleyhissalamla Təlhəni tərifləməyə. Xüsusən də Əli əleyhissalama deyir ki, Peyğəmbərin şərəfli nəslindən sənsən. Osmandan sonra da bu taxta layiq olan şəxssən. Əli əleyhissalam ona bilsən nə deyir? Sən deyir bizim işlərimizə qarışma. Bu sözlərdə söz deyiləsə adam ən axırıncı adam sənsən. Osmanın yanında valisini danlayır. İtin sözünü deyir and ola Allaha. Həmin söhbətdən çıxandan sonra sarı vərəqlərlə işarələmişəm. Kitabın özündədir. Gedən kimi axtarıb tapa bilərəm. Axşam açım hamısını bir-bir oxuyum. Deyir ki, çölə çıxanda Qəbul Əhbar birbaşa ona deyir ki, bu məsələdə var ha, xeyir tapan bir nəfər olacaq, o da sən olacaqsan. İpvi möhkəm saxla. And ola Allaha, bu məsələ əgər yoxdursa, bir də bir TikToku siləcəm, qayıtmayacam. Yox, mən elə bildim sən Osman mühasirə altına alanda orada Muaviyənin Mədiniyə Mühasirədən qabaq. Hə, onlar olmasa o. Mühasirədən qabaq, mən adil deyirəm sənə, indiyənə qədər də Osman barəsində kim nə oxuyubsa, birə-bir bayaqları gəldi, Sumqayıt gəldi, adı nədir onun? Samir. Qaqaş. Samir Sumqayıt gələndə mən danışdığım Təlhə məsələsini danışandıq, imkan vermədi, özü danışırdım. Dedim ki, qapının ağzında filankəs vardı. Samir
Xeyri yoxdur. Mən bunu 5 barmağım kimi əzbər bilirəm. Bax, xeyri yoxdur. Əli əleyhissalam üsyançılara itin sözünü deyir ki, suyu niyə kəsmisiniz? Dalaşır onlarla. Özüm də oxudum bayaqları. Mənə o maraqlı deyil. Bax, ay Seymur, sən deyirsən ki, bax, demək İbn Həcər əl-Əsqalani Əl-İsabə də gətirir. Nəqli ki, bax, nəqildə gör nə keçir. Deyir ki, Yaqub İbn Əbu Sufyan səhih bir sənədlə Qeys İbn Əbu Həzmlə rəvayət etmişdir ki, Mərvan İbn Əkəm atlılar arasında Təlhə İbn Ubeydullahı gördü və dedi, bu Osmanın əleyhinə onlara kömək etmişdi. Sonra ona bir ox atdı, ox onun dizinə dəydi, qan dayanmadan axmağa davam etdi və nəhayət o vəfat etdi. Başa düşdün? Təlhəni də orada keçir. Bir dənə söz deyim sizə. Bax, burada ən paradoksal məqam siz nədir? Ziddiyyətli məqam. Təsəvvür edin. Osman'a qarşı üsyanların içərisində Təlhə öndə gələnlərdəndir. Bax, Təlhənin adı ciddi tarixlə hamısı yazıb. Suyun verilməsində belə, verilməməsində belə iştirak edir özü. Açıq tarix yazır. Sonra düşünün, Osman öləndən sonra adamlar Osmanın bu səfər qatilləri üçün Həzrət Əliyə qarşı çıxırlar. Təlhədə başda olmağı tələb edirlər. Gör vəziyyətə bax. Hansı Əliyə ki, qapının yanında 2 dənə oğlunu qoymuşdu ki, Osman qoymur. Gör burada marağa bax. Gör indi bunlar Osmanın dərdindən ötürü, Osmanın qanının gecə gündüz ağlaşma qurmuşlar ki, bəs yox, tapmalıyıq. Özü suyu verməyən adam, sonra əlində Osmanın qanını bayraq elib Həzrət Əliyə qarşı savaş yazan adam. Burada görünür ki, konkret ambisiya var. Osman boş söhbətdir, maraqdır sadəcə. Qanını götürüb Bir dənə əlində söz bayraq. deyim sizə, qulaq as. İlk dəfə təhdidi bilirsiniz kim eləyib Osmana qarşı? Təhdidi ilk dəfə məsciddə Mərvan eləyib. Niyə? Deməli 5-6 nəfər Seymur bayaqları oxuduğu 5-6 nəfər ilk şikayətlə bağlı gələn Əli əleyhissalamın yanına gəldilər ki, ya Əli, Osmanın valiləri şeylərdə, vilayətlərdə kimlərisə üsvaycasına başını, saçını, saqqalını qırxıb küçəyə buraxırlar. Kimlərinsə bərəkətli torpaqlarının dalına keçiblər, beytulmalı yeyirlər, sürgün eləyiblər, zindana atıblar. Bununla bağlı şikayətə gəliblər. Əli əleyhissalam da gəlir Osmana bu şikayətləri bildirir. Əli əleyhissalam xüsusi vurğulayır ki, Osmana, sən bilirsən ki, bu valilər sənin adından bilə-bilə, sən özün bilirsən ki, bu valilər sənin adından göstəriş verirlər və sən bilə-bilə bu valiləri cəzalandırmırsan. Əla xüsusən də Muaviyəni. Əli əleyhissalam bunu deyir Osmana. Osman cəmaatı yığır, həmin o 5-6 nəfər, 7-8 nəfər əl-qərəz, nə qədər adam gəlirlər məsciddə oturanda, danışırlar. Ortadan cıppıldayır, Mərvan çıxır ortalığa. Bilirsən nə deyir? Osmana deyir ki, İstəyirsən səninlə aramızda qılınclar söhbət eləsin. Mərvan. İstəyirsən bu məsələni qılınc söhbəti ilə həll eləyək. Səninlə aramızda qılınclar girsin. Mərvana deyir, Osmana deyir, Mərvan deyir. Mərvan bilirsən nə deyir cəmaatın arasında? Promo deyir ki, kəs səsini. Sən kimsən ki, mən sənə bir dəfə demişəm ki, bu məsələlərə girmə. Bununla ikinci dəfə səni xəbərdarlıq eləyirəm Əli əleyhissalamın yanında. Cəmaatın yanında itin sözünü deyir məsciddə. Bu da Mərvan. Puldan zatdan yığıb özünə yaradır da, pozisiya yaradır. Vəziyyət yaradır. Mərvan. Dəhşətli qadırdır həqiqətən. Şeytan tarixdə retk elə qadırlar çıxardır, and olsun. Aləm nətər qatıb bir-birinə. Şeytan deyir ki, Allah Mərvanı gətirin, biraz oturaq onunla söhbət eləyək, görək ideya verir. Tarixdə yeganə adamdır ki, qundaqda lənətlənib, təsəvvür elə və ən dəhşətli ironiya bilsən nədir? Bu adamlar gəlib xəlifə oldular sonra Mərvan kimilər. Kişi, Peyğəmbərin lənət edib qovduğu adam gəlib İslam xilafətinin başına keçirlər tayfa olaraq. Bundan böyük faciə yoxdur. Yəni ümmət üçün bundan böyük. Gör nə gündə. Gör o ümmət nə qədər zəlil günə düşür ki. Mərvan kimilər? Kişi, Peyğəmbərin qovub lənətli adamlar gəlib xilafətə ələ keçirirlər. Baba budur sizin İslam tariximiz, o izzətli İslam tarixi. Baba budur. Bilsən niyə? Çünki Peyğəmbərin dində tərif elədilər. Peyğəmbərin əshabına da olmayan zülm elədilər. Bəni İsraillərdən geri qalmadılar. O Peyğəmbər edən zülmü Həzrət Peyğəmbərin bütün nəsəbinin başına gətirildi. Başa düşürsünüz? Amma siz yenə də hidayət olan deyilsiniz. Mən bəzən o xəvariclərə deyirəm burada olanlara. Çünki siz Mərvan kimi mayavızda möhürlənmişsiniz. Bunu bilin. Bəzilərinə deyirəm, onlar bilir kimdə olar. Siz çünki...
Şeydən danışırsınız, qadan alaram bir dənə deyən. Malik Əjdəri bir dənə eşşəyə şillə vurub vurmayıb, hələ onu axtarıq səhərdəndir. Mərvan şeyin Osmanın xanımına bilsən nə deyir? Sən kimsən deyirsən, gəlib danışırsan mənim qabağımda. Sənin aton indiyənə ölənə qədər hələ dəstəmaz almağı bacarmırdı. Başlayır onu təhqir eləməyə. Mərvana bir kəlmə söz demirsiniz hə? Heç kişilərsiniz. Əşi boş ver, onların başında. Hadi bir dənə ekranı böyüt. Hadi bir dənə ekranı böyüt tez. Bir dənə şey göstərin, vaxtım azdır. Bir də onu sənə göstərin. Uşağımı da görsün. Baxın qardaşlar, bu İbn Həcər Əl-Əsqalaninin Əl-İsabə kitabıdır. Bağlama, ikinci səhifəni qoyacağam. Bir dənə nəqillərə baxın. Hələlik yazı yazmayın, bir dənə nəqilə baxın. Gör neçədən nəqil gətirir. Kim istəsə səhifəsinə kimi ata bilərəm ərəbinə. Baxın, nəqillərə baxın. Yazıları yığışdır. Mən yığışdıra bilmirəm. Gözlə mən yığışdırım, bir dənə səbirli ol. Bir dəqiqə yazıları yığışdırıram. Baxın. Baxın, bax. İbn Əsakir. Mərvan tərəfindən, baxın, Yaqub ibn Sufyan Qeys ibn Həzirdən nəql etdiyi etibarlı bir zəncirlə Mərvan Əl-Həkamin bir atlı görüb dedi, bu Osmanlı hücumda kömək etdi, onu dizindən oxla vurdu. Bu Təlhəbabudur Əl-İsabədə, sahabələri aid etmədir kitabın adı. Orada Təlhənin babında, Təlhə ibn Ubeydullahın babında bu məsələni gətirir. İbn Həcər. Yəni bu sabitlənmiş bir məsələdir. Şeyin öldürülməsi Mərvan tərəfindən və Osmanın qatillərinin leyhinə kömək eləyirdi məsələsinə görə vurur, öldürür. Yəni bunu özüm tərcümə eləmişəm Azərbaycan dilinə ki, yəni oxuya biləsiniz. Əslində ərəb dilindədir. Kim istəsə Cildücdə Əl-İsabədə girib oxuya bilər. Nalə xanım neçə dəfə deyir ki, əl çəkdi. Əl çəkdi, bu şeydən Mərvandan əl çəkdi. Axırda həqiqətən var ha, bir qadın olaraq Nalə xanım Osmanı danlayır. Deyir, görmürsən bunlar bizim başımıza, Muaviyə ilə Mərvan bizim başımıza oyun açır. Ölmək istəyirsən? Orada çox inan mənə, orada çox başqa məsələ var. Osman Mərvandan keçə bilmir. Orada nəsə elə bir dənə qarmaq var. Mərvana qarşı çıxa bilmir. Başa düşürsən? Əleyhissalam danlayır da Osmanı. Bildiyin danlayır. Deyir, mən sənə dedim, sən Mərvanı tutdun. Mən sənə dedim, sən mənə Mərvanı tutdun. Bundan sonra sən o da Mərvan. Gedək, əl çəkin məndən. Özdə Osmana bilirsən nə deyir? And ol Allah. Deyir ki, sən sözündə naxələf adamsan. Mənə söz verdin. Mən qapıdan çıxdım. Əleyhissalama söz verir. Bax. Osman çağırıb Mərvan Əleyhissalama. Bir dənə temaya bax, söhbətə bax. Çağırıb yanına ki, xahiş edirəm, bu üsyançıları, bunlar məni öldürəcəklər. Bax, özü də belə keçir. Bunlar məni öldürəcəklər. Bu üsyançıları mənim qapımdan uzaqlaşdır da. Yəni, bu məsələni sakitləşdir. Əleyhissalam deyir, yaxşı. Bununla danışır, nəsiyyət edir. Deyir ki, belə elə şeylərini verir, tapşırıqlarını verir Osmana. Osman da deyir, okey. Çıxır çölə, qapıda olan üsyançıları iki kəlmə sözü ilə tövsiyə edir. Bunları başa salıb, üsyançılar dağılışır. Mərvan görür ki, üsyançılar dağılışır. Dağılışan vaxtı Mərvan qapını açır, cəmaatı başlayır söyməyə. Əleyhissalam dəli olur, gəlir bunun yanına qayıdır ki, mən sənə dedim axı, bu Mərvan, bu zibilləri törədən adamdır. Rədd elə də bunu. Sən mənə söz verdin. Niyə görə bunu rədd eləmirsən? Niyə sözündə naxələf adamsan? Əleyhissalam Osmana axırda məcbur olur, axırıncı kəlməsi bu olur. Onu ilə də